Bəzi insanlar görürsən ki, kimsə var deyə məscidə gəlmir insan. Allahu akbar. Gör bunun imanına baxmı insan. Kimsə var deyə məscidə gəlmir insan. Sən məscid Allahın evidir. Kimsə qoy gəlsin, o geçsin. Elə insanlar olub, indi kafirdirlər, əvvəl məscidə gəlib gedib, Allah bizi salamat etsin. Və indi sən, yəni sabah o yenə məscidə gələcək deyə, sən necəsən ki, mən filan kəs məscidə gəlir. Rəbbin sənə əmr edir ki, sən məscidə gəl. Allah Azze və Celle Quran-ı buyurur ki, nə deyir? Məscidə gəl ayəsi. Ha? İzə nudiyə lə-salət min yevmil cümə fəsəu ilə zikrillah və zərul beyn. Cümə günü namaza çağırılanda namaza gəlin, alış-verişi buraxın. Və həmçinin, yaxşı bu cüməyə, cəmaatda dəlil. Allahın əl cəmaatı. Yox, ayə. Hədislər çoxdur. Cəmaat namazı, hətta bu insanın imanının göstəricisidir cəmaat namazı. Allah Azze və Celle وَرْكَعُوا مَعَ الرَّاكِينَ. Ruku edənlərlə bərabər gəl, ruku et orada. Səcdə et. Yəni, ruku namazın ən böyük rukunlarından biridir. Ona görə Allah Azze və Celle rukunu misal çəkdi. Və yaxud da səcdə edənlərlə bərabər səcdə et. Yəni, necə ki, Fatihəyə Allah Azze və Celle Qudsi hədisdə namaz deyib. Ki, mən namazı qulumla 2 yerə böldüm aramda. Yəni, Fatihə surəsini qəsd edir. Bu qədər kifayətdir. Allah Azze və Celle'dən istəyirəm ki, bizə iman tərbiyəsi ilə tərbiyələnməyə müvəffəq etsin.